Çay dünyada sudan sonra ən çox içilən içkilərdən biridir və əsrlərdən bəri müxtəlif mədəniyyətlərdə həm gündəlik vərdiş, həm də sağlamlıq vasitəsi kimi istifadə olunur. Bu içki antioksidantlarla zəngin tərkibi sayəsində bir çox fayda təqdim etsə də, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Çayın tərkibindəki kofein, tanin və digər aktiv maddələr bəzi tibbi vəziyyətlərdə problem yarada bilər. Bu videoda çaydan ehtiyatla istifadə etməli və ya tamamilə uzaq durmalı olan şəxs qruplarını ətraflı şəkildə izah edəcəyik. Böyrək daşı problemi olanlar. Çayın tərkibində oksalat adlanan birləşmə mövcuddur. Bu maddə böyrəkdə kalsium oksalat daşlarının yaranmasına şərait yarada bilər. Əvvəllər böyrək daşı keçirmiş şəxslər, xüsusilə qatı dəmlənmiş qara çayın həddindən artıq istifadəsindən çəkinməlidirlər. Qan təzyiqi yüksək olan şəxslər. Çayın tərkibindəki kofein qısa müddətli olaraq qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Hipertansiyon diaqnozu olan şəxslərdə, xüsusilə nəzarətdə saxlanılmayan yüksək təzyiq hallarında çox miqdarda çay istifadəsi əlavə risk yarada bilər. Bu qrup şəxslərin gündəlik çay miqdarını məhdudlaşdırması və qan təzyiqini mütəmadi ölçməsi tövsiyə olunur. Qıcıqlanan bağırsaq sindromu olanlar. Çayın tərkibindəki kofein bağırsaq hərəkətliliyini artıraraq bəzi şəxslərdə köp, qarında ağrı və ishal kimi simptomları gücləndirə bilər. Bu diaqnozu olan şəxslər çay istifadəsindən sonra simptomların artdığını hiss edə bilərlər, buna görə bu qrup şəxslərin çay miqdarını fərdi tolerantlığa uyğun tənzimləməsi vacibdir. Mədə xorası və reflü xəstələri. Çay, xüsusilə qatı dəmlənmiş formada mədə turşusunun ifrazını artıra bilər. Bu xüsusiyyət mədə xorası, qastrit və ya mədə qida borusu reflüksü olan şəxslərdə simptomların pisləşməsinə səbəb ola bilər. Ac qarına içilən çay bu qrup şəxslərdə xüsusilə narahatlıq yarada bilər, buna görə çayın yeməkdən sonra və zəif dəmlənmiş şəkildə içilməsi tövsiyə olunur. Yuxusuzluqdan əziyyət çəkənlər. Çayın tərkibindəki kofein mərkəzi sinir sistemini stimullaşdıraraq oyaqlıq hissini artırır. Yuxusuzluq problemi olan şəxslərdə, xüsusilə axşam saatlarında içilən çay yuxuya getmə prosesini çətinləşdirə və yuxunun keyfiyyətini azalda bilər. Bu qrup şəxslərin günün ikinci yarısında çay istifadəsindən çəkinməsi yuxu rejiminin normallaşması üçün vacib addımlardan biridir. Hamilə qadınlar. Çayın tərkibindəki kofein hamiləlik dövründə diqqətlə nəzarət edilməli maddələrdən biridir. Yüksək miqdarda kofein qəbulu bətn daxilində uşağın böyümə sürətinə mənfi təsir göstərə bilər və bəzi tədqiqatlarda erkən doğuş riski ilə əlaqələndirilir. Bundan əlavə, çayın tərkibindəki taninlər hamiləlik dövründə xüsusilə vacib olan folat və dəmirin sorulmasına mane ola bilər. Hamilə qadınlara gündəlik çay istehlakını məhdud saxlamaq və mümkünsə kofeinsiz növləri seçmək tövsiyə olunur. Ürək ritmi pozğunluğu olan şəxslər. Çayın tərkibindəki kofein ürək döyüntülərini sürətləndirmə xüsusiyyətinə malikdir. Aritmiya, yəni ürək ritmi pozğunluğu diaqnozu olan şəxslərdə çox miqdarda çay istifadəsi ürək döyüntülərinin nizamsızlaşmasına səbəb ola bilər. Belə şəxslər üçün gündəlik çay miqdarının məhdudlaşdırılması və kardioloqla məsləhətləşmə vacibdir. Dəmir çatışmazlığı və anemiyası olan şəxslər. Çayın tərkibindəki taninlər dəmirin bağırsaqda sorulmasına mane olan güclü birləşmələrdir. Yeməklə birlikdə və ya yeməkdən dərhal sonra içilən çay, qidadan alınan dəmirin orqanizm tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə azalda bilər. Anemiyası olan və ya dəmir çatışmazlığı diaqnozu qoyulmuş şəxslər üçün bu vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər. Belə şəxslərin çayı yeməkdən ən azı 1 saat əvvəl və ya sonra içməsi tövsiyə olunur. Uzun müddətli və həddindən artıq çay istehlakının sümük sıxlığına mənfi təsir göstərə biləcəyi bəzi tədqiqatlarda qeyd olunub. Bunun səbəbi çayın tərkibindəki kofeinin sidiklə kalsium itkisini artırmasıdır. Osteoporoz diaqnozu olan və ya bu xəstəliyə meyilli olan, xüsusilə menopoz dövründəki qadınlar çay istehlakına diqqətli yanaşmalıdırlar. Kiçik yaşlı uşaqlar. Çayın tərkibindəki kofein kiçik yaşlı uşaqların həssas sinir sistemi üçün uyğun deyil. Uşaqlarda kofein istifadəsi narahatlıq, diqqət pozğunluğu və yuxu problemlərinə səbəb ola bilər. Bundan əlavə, çayın tərkibindəki taninlər böyümə dövründə xüsusilə vacib olan dəmirin sorulmasına mane olaraq uşaqlarda anemiya riskini artıra bilər. İndi isə çayın kimlərə uyğun olmadığından danışdıqdan sonra gəlin sikkənin digər üzünə baxaq və yaşıl çayın orqanizmimizə bəxş etdiyi geniş faydaları da xatırlayaq. Yaşıl çay tərkibindəki EGCG adlanan güclü antioksidant birləşməsi ilə seçilir.
Bu maddə sərbəst radikalların hüceyrələrə vurduğu zərəri azaldır və bədəndə gedən oksidləşmə proseslərinin qarşısını alır. Digər çay növlərindən fərqli olaraq yaşıl çay minimal emaldan keçdiyi üçün bu faydalı maddələrin böyük əksəriyyətini qoruyub saxlayır. Ürək-damar sisteminə gəldikdə isə, yaşıl çayın tərkibindəki katexinlər damar divarlarının funksiyasını yaxşılaşdırır və pis xolesterol adlanan LDL səviyyəsinin azalmasına kömək edir. Bu proses damarların elastikliyini qoruyur və arteriyalarda plaka toplanması riskini azaldır. Mütəmadi yaşıl çay istifadəsi qan təzyiqinin tənzimlənməsinə də müsbət təsir göstərir. Metabolizm baxımından yaşıl çay xüsusi əhəmiyyət daşıyır. Tərkibindəki kofein və katexin birləşməsi yağların parçalanma prosesini stimullaşdırır və bədənin daha effektiv şəkildə kalori yandırmasına kömək edir. Bu səbəbdən yaşıl çay çəki idarə etməsi proqramlarında geniş istifadə olunan köməkçi vasitələrdən biridir. Maraqlıdır ki, yaşıl çayın tərkibində L-teanin adlanan aminoturşu da mövcuddur. Bu maddə kofeinlə birlikdə diqqət və konsentrasiyanı artırır, eyni zamanda sakitlik hissi yaradır. Məhz bu unikal kombinasiya sayəsində, yaşıl çay içdikdə adi qəhvədən fərqli olaraq həyəcanlanma deyil, sakit oyaqlıq hissi yaranır. Qan şəkərinin tənzimlənməsində də yaşıl çay faydalı rol oynayır. Tərkibindəki polifenollar insulin həssaslığını artırmağa kömək edir. Bu proses isə qan şəkərinin daha sabit qalmasına şərait yaradır. Bundan əlavə yaşıl çayın antioksidant və antibakteriyal xüsusiyyətləri immun sistemin gücləndirilməsinə kömək edir və orqanizmi müxtəlif infeksiyalara qarşı daha davamlı edir. Dəri sağlamlığı baxımından da yaşıl çay diqqətə layiqdir. Tərkibindəki antioksidantlar dərini zərərli xarici təsirlərdən qorumağa kömək edir və iltihab əleyhinə xüsusiyyəti sayəsində dəri problemlərinin azalmasına yardımcı ola bilər. Beləliklə, göründüyü kimi çay mövzusunda əsas məsələ ifrat deyil, tarazlıqdır. Yaşıl çay düzgün miqdarda və düzgün şəxs tərəfindən istifadə edildikdə, orqanizmə saysız-hesabsız fayda bəxş edən nadir içkilərdən birinə çevrilir. Amma unutmayın ki, bu videoda saydığımız risk qruplarına aid olan şəxslər, çay növündən asılı olmayaraq, istifadədən əvvəl mütləq öz həkimləri ilə məsləhətləşməlidirlər. Videoya bəyənmə qoymağı və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.